Salam izləyicilər, bugün sizinlə natural ədədlər mövzusuna testdə işləyəcəyik. Baxaq birinci sualı. Birinci sual dedik ki, 42 ədədini rum rəqəmləri ilə yazın. Burada B-ni avtomatik çıxıram, çünki bilirəm ki, rum rəqəmlərində bir ədəddən təkcə deyəndə ən çoxu 3 dəfə istifadə oluna bilər. Amma burada götürüb 10 ədədindən 4 dəfə istifadə olunub. Buna görə B-ni çıxıram. A-da X 10 deməkdir, L 50 deməkdir, I isə 1 deməkdir. 10-dan 50-yə çoxaldığı üçün mən çıxaram eləyir 40. 40-ın da üstünə 1 gəlirəm, eləyir 41. Deməli, A oldu 41, amma bizə 42 lazımdır deyə A-nı mən çıxıram. A-nı çıxıram. C-də L, I, X var və biz bilirik ki, L 50-dir. 2 dənə I 2 deməkdir. X isə 10 deməkdir. 50-dən 2-yə azaldığı üçün toplayıram 52 və 10 da var. Ona görə 62 olur. Cavab C 62 olur. Amma bizə 42 lazımdır deyə C-ni də çıxıram və doğru cavabım D variantı olur. 2-də aşağıdakılardan hansı 3 tək ədədin cəmi ola bilməzdir? Aşağıdakılardan hansı 3 tək ədədin cəmi ola bilməz və biz bilirik ki, tək ədədlərin cəmi həmişə bizə cüt ədədləri verir. Məsələn, 5 üstəgəl 5, 3 üstəgəl 3, 7 üstəgəl 7. Bunların cəmi tək ədəddir. Və baxıram ki, variantların hamısında A, B, C-də yəni hamısı tək ədəddir. Bir dənə 24 cüt ədəddir deyə mən 24-ü götürürəm. Düzgün variantım 24-dür, D variantı. 3-də deyir ki, A, B üstəgəl B-yə 2 rəqəmli ədədlərdir. Yandakı toplanma əməlinə görə A üstə B neçədir? Biz bilirik, biz burada fikirləşməliyik ki, hansı rəqəmin üstünə hansı rəqəm gələndə 0 edir. Belə bir söz, belə bir ifadə yoxdur. Ona görə bu 0, 10 olmalıdır. Yəni fikirləşməliyik ki, hansı rəqəmin üstünə hansı rəqəm gələndə 10 eləyir, 0 yox. Məsələn, 5-i götürək. 5-in üstünə 5 gələndə elə 10 eləyir. Baxaq. İkisi də burada 5 olacaq. A da B də 5 olacaq. Onda toplama əməli belə olacaq. 55 üstəgəl 55 bərabərdir. Görə ilə həqiqətən 110 eləyəcək. 0, 0, 5, 5 eləyir 0, 1 yadda. 5-in üstünə 5, 10, o da 1, 11. Cavabım elədir 110 və həqiqətən də 110 elədiyinə görə A, B elə 5 imiş. 5-in üstünə də 5 gələndə 10 eləyir. Çünki bizdən A üstə B-ni soruşur. D-də deyir ki, yandakı çıxma əməlinə 4-də deyir ki, yandakı çıxma əməlinə görə A üstə B üstə C aşağıdakılardan hansıdır? Mən B-ni tapmaq üçün Mən B-ni tapmaq üçün 5-in üstünə 7 gələ bilərəm. Eləyir 12, amma biz bunu 12 yox, 2 yazarıq. 2 yazacaq. Sonra C-ni tapmaq üçün mən 13-dən 9 çıxmalıyım. Niyə 14-dən yox, 13-dən? Çünki burada B 12 2-də əslində, amma burada 12 olması üçün nə var? 4-dən bir vahid veririk 2-nin üstünə. Ona görə də 4 olur 3. 4 olur 3, yəni 13 olur da. Yəni biz 13-dən 9 çıxsaq cavabımızı taparıq. 13-dən 9 çıxıram eləyir 4. C də 4-dür. A-nı tapmaq üçün isə 1-in üstünə 5 gələrəm eləyər 6. Amma burada 6-dan bir vahid vermişəm axı 3-ün üstünə, daha doğrusu 4-ün üstünə vermişəm. Ona görə mən 6-nın üstünə də bir dənə 1 gələcəm, eləyəcək 7. Toplayanda da bunları 7 üstəgəl 2, 9, 9-un da üstünə 4 gələndə eləyəcək 13. Cavabım B bəndə oldu. Cavab B variantı 13-dür. B. Keçirəm 5-ə. Deyir ki, 2 natural ədədin cəmi 20 olarsa, hasillərinin ən böyük qiyməti deyilsə,
qiymətini tapın. Məsələn, ən böyükü 10 üstə 10'dur və vuranda eləyir 100. Cavabım da C variantıdır. C-dir. 6-da verilmiş əmələ görə A-nı tapın deyir. D-ni avtomatik elə çıxıram. Çünki 76 4-ə tam bölünür. Və burada 6 bizim doğru variantımızdır. Çünki 76'nı bölürəm 6'ya. 6'ya böləndə bir dəfə düşür. Çıxıram 6, 1. Bölünmür deyə 6'nı aşağı sürüşdürürəm, eləyir 16. 16 6'ya 2 dəfə. 16 6'ya 2 dəfə düşür və çıxıram 12'ni elə eləyir 4. Və həqiqətən də qalıq da 4'dür. Cavabı da 12'dir. Ona görə A bərabərdir 6. A 6'ya bərabərdir. Keçək 7-yə. Deyir ki, aşağıdakılardan hansı 6'ya bölünür? 6'ya bölünmə əlaməti biz bilirik ki, rəqəmlərinin cəmi 6'ya bölünürsə, hər hansı bir ədədin rəqəmləri cəmi 6'ya bölünürsə, həmin o ədəd özü 6'ya tam bölünür. Burada cavab C olacaq. A niyə olmadı? Çünki rəqəmləri cəmi eləyir 8. B niyə olmadı? Çünki 5 üstəgəl 8 eləyir 13. 13 də 6'ya tam bölünmür. Və D niyə olmadı? Çünki 6 üstə 4 10 üstəgəl 6 eləyir 16. 16 da 4'də 16 da 6'ya bölünmədiyi üçün D də olmadı. Cavabım C-dir. Baxaq 8-ci suala. Deyir ki, aşağıdakılardan hansı sadə ədəd deyildir? Sadə ədəd olmayan B-dir. Çünki baxan kimi rəqəmlərinin cəmi 6'dır. Həm 6'ya bölünür, həm də 3'ə bölünür. Ona görə bu sadə ədəddir. Sadə ədəd deyil. 9'da əbob 6B bərabərdir 2 və əkob 6B bərabərdir 48 olarsa B-ni tapın. Həmişə əkob vurulsun əbob. Əkob vurulsun əbob bərabərdir A vur B-yə. A vurulsun B-yə. Bunu bilsək, biz elə məsələni belə həll eləmiş kimi olarıq da. Necə əldə edirik? Əbobumuz, əkobumuz verilib. Əbobumuz 2-dir, əkobumuz da 48-dir. Biz bunları bir-birinə vurarıq. Yazarıq 2 vurulsun 48. Yazarıq belə. Əbobumu vuraram əkobuma, yəni 2-ni vuraram 48-ə. Və yerdə qalar 6 ilə B bərabərdir 6 vurulsun B. 6 vurulsun B. Və ixtisarlarımı aparıram. 2 ilə 6 ixtisar gedir. 2'yə gedir elə. Bir dəfə qalır. Burada da 3 dəfə qalır. Və 48 bərabərdir 3 vur B-yə. Oradan da 3B-yə də yazmaq olar. Oradan da B bərabərdir 48 vurulsun 3'ə. 48'i də 3'ə vuranda, 48'i 3'ə böləndə eləyir 16. Mənim doğru variantım oldu B variantı 16. B variantı. Onda sonuncu sualda deyir ki, 17 və 51 ədədləri üçün aşağıdakılardan hansı doğrudur? Qarşılıqlı sadə ədədlərdir. Xeyr, qarşılıqlı sadə ədəd deyil. B-də əkob 17 51 102'yə. C-də deyir ki, əbob 17 51 51'ə. Xeyr, bu da səhvdir. Amma D-də deyir ki, biri sadə, digəri mürəkkəb ədəddir. Elə biz baxan kimi D-ni götürəcəkdik. Çünki biri sadə, digəri isə mürəkkəb ədəddir. Bu doğrudur. 17 sadə, 51 isə mürəkkəb ədəddir. Deyək burada dedik ki, burada 8-ci sualda dedik ki, həm 3'ə, həm də 6'ya bölünür. Başqa ədədlər də bölünür, amma biz burada bunlar sadaladıq. Ona görə doğru variantımız D variantı oldu. Biri sadə, digəri mürəkkəb ədəddir. Əziz dostlar, suallarımız, testimiz bu qədər idi. Ümid edirəm ki, mən yaxşı izah eləmişəm. Siz də yaxşı başa düşübsünüz. Bu cür videoların
gəlməsini istəyirsinizsə kanala abunə olmağı unutmayın. Hələlik.